Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Əziz CBC Sport tamaşaçıları, xoş gördük hər birinizi. Gözəl Şamaxıdan salamlayıram. Misli Premier Liqasının 32-ci turu artıq gəlib çatıb. 32-ci tur qarşılaşmaları keçirilir. Ötən gün 2 maç oynanıldı və bugün daha 2 qarşılaşma paralel şəkildə keçiriləcək. Saat 17-dən etibarən Şamaxı Turantovuz və Qarabağ İmişli maçları start götürəcək. Biz hazırda Şamaxı Turantovuz görüşü üçün məhz Şamaxıya gəlmişik. Bizi yağış, ildırım, şimşək qarşıladı. Lakin 10 dəqiqə olar yağışın intensivliyi azalıb və ümid edirik ki, maçın gedişində hər hansısa bir ciddi problemlə qarşılaşmarıq. Bəli, mövsümün sonuna doğru yaxınlaşırıq. Bir çox suallar artıq cavabını tapıb, amma hələ də dəqiqləşməyən, rəsmiləşməyən məqamlar var. Misal üçün, elə izləyəcəyimiz maçın tərəflərindən. Turantovuzun ikinci olmaq imkanı var. Düzdür, o qədər də asan deyil bunun reallaşması, amma kağız üzərində hələ də faktiki olaraq Turantovuzun Qarabağı geridə qoymaq imkanı var. Fitini səsləndirdi. Şamaxı futbolçularının toxunuşuyla görüş start götürür. Hər iki komandaya ürəkdən uğurlar arzulayırıq. Şərhçiniz Nurlan Valihoğludur. Cərmə zərbəsindən qapı qarşısına ötürmə gəlir. Baklov zalaşdırdı. Daha bir zərbə dəqiq alınmır. Bəli, örgəşmişik Baklov deməyə. Sergey Samokdur çərçivədə. Diego Balao zərbə endirdi. Sergey Samoksa maçda ilk uzaqlaşdırmanın müəllifi oldu. Abbasov cərimə meydançasına göndərdi topu. Sergey Samok tək yumruq. Hücum davam edir. Zərbə endirildi və gol! Şamaxı hesab açır. Şamaxı önə keçir. Şamaxı futbolçuları sevinirlər. Sergey Samok hakimə etirazını bildirir. Qapçıya qarşı kobudluq olduğunu deməyə çalışır, amma Rəvan Həmzəzadə topu göstərdi. Topu oynandığını bildirdi. Arsen Ağcabəyov qol vuran futbolçudur. İzləyirik təkrarı burada. Arsen Ağcabəyov çevrilərək zərbə endirdi. Baxımlı qola imza atır. Ayxan Suyanov cərimə meydançasındadır. Ayxan indi qapıya baxmağa çalışır, ötürməsini etdi. Zərbə yaxşı alınmır. Növbəti zərbə, top qapıdan aralı keçir, gücdən zərbə. İzləyək təkrarı. İlk zərbə alınmadı, daha sonra uzaqdan endirilir zərbə. Çox kritik bir toxunuş, top qapıya doğru gedirdi. Ayxandan qapı qarşısına, başla zərbə dəqiq deyil. Top çərçivənin üzərindən keçir, Aydırsın Urtda doydu zərbə endirən. Cərimə meydançasına ötürmə. Dəqiq alınmadı. Top Kərim Rossi'də. Rossi cərimə meydançasına və gol! Qapı qarşısına ötürməni qola çevirən Diego Balao'dur. Balao 2-0 edir hesabı. Müdafiədə inamsız oyun Tovuzlardan və hesabı 2-0. İrəlidə təzyiq. Out atışının ardınca qazanılan top və Rossi'nin pasında gol vurur Diego Balao. Portuqaliyalı futbolçu son golunu ötən il vurmuşdu Karvan Yevlaxın qapısına və təxminən 5 ay sonra fərqlənir. Pis səslənir. Rossi yaxınlaşır. Rossi canlı sətdən qayıtdı top. Növbəti zərbə bu dəfə Miller'dən çıxır və gücdən zərbə. Baxırıq təkrara. Rəhim Sadıqova, tuş gəlib top. Əlixanov ötürmə etdi. Sergey Samok tək yumruq. Rüfətin zərbəsi. Top qapıdan aralı keçir. İlk hissəni Şamaxının aktivinə yaza bilərik. Qollar vurublar, hücumlara davam edirlər. Çərçivəyə düşən və düşməyən zərbələr var. Qısacası gedişat hazırda Ayxan Abbasov və komandasını qane eləyir. Jorge Silva cərimə meydançasına ötürmə. Kerim Rossi uzaqlaşdırır və Rəvan Həmzəzadə ilk hissəni bitirdi.
İkinci ise başlayır. Vururlar, Şamaxı vururlar. Turan Tovuz. Bu hücumu izləyək, daha sonra Turan Tovuz'a keçid alaraq Diego Balo cər meydançasına da Balo qapı qarşısını ötürür. Samokdan qaydan top elə özü tərəfindən ələ keçirilir. İkinci hissəyə də sürətli hücumlarla başlayır Şamaxı. Edgar Ədilxanov. Ötürmədir. Samok tək yumruğu ilə uzaqlaşdırdı. Enrique topu qaytarır Vaci'yə qapı qarşısına. Vaci cər meydançasındadır. Kənara çıxardı. Olabe. Olabe yerdə qalır, qayda pozuldu. Roberto Olabe'yə qarşı kobudluq cər meydançasının yaxınlığında. Oruc Məmmədov qaydanı pozmuşdu. Ricardo Fernandes qapısına diqqətlidir. Ozoviç və Fernandes təkrar zərbə top qapıda. 2-1. Hesab arasındakı fərq azalır. Fernandes'dən qaydan topu çərçivəyə göndərdi. Turan Tovuz oyuncuları. Ozoviç ilk zərbənin müəllifi olur. Qüvvətli zərbə. Geri qaydan top və İbrahimo Vaci'dir, yanlış görmədimsə. Bərabərliyi qol axtarışında da Turan Tovuz. Cər meydançasını ötürmə. Başla zərbə və 2-2. 2-2. Hesab bərabərləşir. Alejandro Serrano yaxın məsafədən fərqlənir. Turan Tovuz gerili yarıdan qaldırır. İlk hissəni 0-2 geride tamamladı və ikinci hissədə bərabərliyə nail olur. Aydırsın Hurtado topu çevirdi. Uzaq direğe doğru və Alejandro Serrano lazım olan yerdə lazım olan zərbəni indirir. Topladı hazırda Alejandro Serrano. Hakim üstünlüğe işarət etdi. Cər meydançası ötürmə. Batista. Topa çata bilmədi. Jorlan Batista. Abbasov yaxınlaşdı. Ötürmə etdi. Rossi. Top qapıdan aralı keçir. Kerim Rossi ilə qola yaxınlaşır Şamaxı. Kobudluq da oldu cər meydançasının daxilində. Ayxan Abbasov etiraz edir. Baxaq görək nə baş verdi orada. Çox təhlükəli an idi. Standart vəziyyət təyin olundu. Vaci hissəyinə çata bilmədi. Hücum sırası indi Şamaxıda. Həbib İsmailov topladı. Həbibin zərbəsi qeyri-dəqiqdi. Epizodun gedişində Həbib İsmailov zərbə yox ötürmə üstünlüğü versəydi bəlkə də Kerim Rossi hesabı yenidən dəyişdirəcəkdi. Bəli, Qarabağın qələbə qazanması ehtimalı var. İndi Şamaxı önə keçir yenidən. 3-2. Biz ehtimallardan danışırdıq ki, Şamaxı 3-cü qolu vurur. Abdullah Rzayev fərqlənir. Müdafiədə boşluq yarandı və həmin boşluqdan faydalanır Abdullah Rzayev. Ondan sonra sevinmədi, başa düşüləndi çünki qısa müddətdə icarə əsasında Turan Tovuz'da oynamışdı. Dəqiq nişan alır qapını Abdullah Rzayev. Əla bir oyun izləyirik Şamaxı şəhər stadionunda. Qapı qarşısına indi ötürmə edildi. Hücum davam edir. Zərbə və Fernandes növbəti zərbədə qalınmış. Ricardo Fernandes komandasının xilaskarına çevrilir. Jordan Batista. Çox maraqlı bir ötürmə alındı orada Jorge Silva'dan. Quaresma sayağı bir ötürmə idi. Amma ötürmədən daha dəyərlisi Ricardo Fernandes'in seyvi. Və bitti. Görüş tamamlanır. Şamaxı qələbə qazanır. Son ev oyununda, mövsümün son ev oyununda Ayxan Abbasov'un komandası azarkeşlərini qələbə ilə sevindirir. Növbəti reportajlarda görüşmək ümidiyle özünüzdən müğayət olun. CBC Sport'u izləməkdə davam edir.